ona dua edən salih övlad. Övladların tərbiyyəsinə xüsusən diqqət yetirmək lazımdır. Niyə görə? Həmçinin faydası sənə var. Həm o faydalanacaq. Cəmiyyətə salih bir insan yetişdirdin. Onunla yanaşı həmçinin sən də faydalanacaqsan. Çünki niyə? Sən bu dünyadan köçəndə sənin üçün dua edəcək. Ya Rabbim, atama anamı bağışla. Məni yetişdirdilər, böyütdülər, tərbiyə verdilər, təlim verdilər, İslamı öyrətdilər, din öyrəndim. Dua edəcək. Gör nə qədər sən də savab qazanırsan, qardaşım. O da əməl etdikcə sən yenə savab qazanacaqsan. Bu da elə bir sanki bir axar sədəqə kimidir. Yetişdirmirsən, böyütmürsən, öyrətmirsən, bu əməl etdikcə sən savab qazanırsan. Həm o qazanır, həm də sən qazanırsan. Ona görə övladların tərbiyəsinə xüsusən fikir vermək lazımdır ki, qoy onlar da bədbəxt olmasınlar. Biz bilirik, deyək ki, az çox əməl edirik. O da böyüyünə qoy da əməl sahibi olsun, salih əməl sahibi olsun. Bunun üçün onların tərbiyəsinə xüsusən diqqət yetirmək lazım. Biz bugün dünyası üçün çalışırıq, bəlli imana qoyuruq, məktəbə qoyuruq, kurslara qoyuruq, ay nə bilim, ora qoyuruq, bura qoyuruq, proqram öyrədirik və s. və ilə axır sənət öyrədirik, dinə gələndə cahilin biri. Qardaş, sənə ən çox elə bu birişdən qarar göstərməliydi, axirət elminə. Axirət üçün daha çox çalışmalıydı. Örgət də bu da lazım. Mən demirəm dünya lazım deyil. Amma axirət olmayandan sonra bu dünyanın nə mənası var, qardaşım? İnsan dünyasını təmir edir. Axirətin xaraba bina qoyub. Nə mənası var, qardaş? Elə yaxşı olmaz ki, həm dünyasına mahirətini bərpa edəsən, təmir edəsən. Örgətdə dünyanı da örgət. Qoy örgənsin. Sənət örgənsin, iş örgənsin, nə bilim, proqramlar örgənsin, vəzifə örgənsin, geçsin həkim olsun, mühəndis olsun, nə bilim, kim olur olsun, hörmətli bir şəxsiyyət olsun. Qardaşım, qoy axirət də yanında olsun da. Qoy namazı da olsun, orucu da olsun, ibadəti olsun, salih əməli olsun. Niyə ikisi də olsun, nə yaxşı olar? Niyə buna çalışmırıq? Dünyavi elmi öyrənmək üçün hər cür pul xərcləyir. Amma deyək ki, qardaş, bunu ərəb dilində öyrət, siz Allahın kitabı üzərindən oxuya bilsin. Yox, pulla da olsa müəllim tut. Ona pul verən yox, amma havaya axtarır. Qardaş, gedib ingiliscə müəllimin 100 manat pul verirsən, verirsən. Nə bileyim, filan fənlər üçün 100 manat, 150 manat verirsən, filan proqramı öyrənmək üçün 200-250 manat xərcləyirsən, qardaş, 50 manat da ver, ərəb dili öyrənsin də. Nə olar ki? Öyrənsin, baş Allahın dilini oxumağı bacarsın da, kitabını oxuya bilsin sonra, ən azından. Quran oxuya bilsin, ən azından açsın bir təfsirini oxusun. Öyrənsin, ərəb dili də bir dildir, Allah həmd olsun, dünyavi bir dildir. Ən çox yayılan dillərdən biri də dinimizin dilidir, şəriətin dilidir. Elə qoy onu da öyrənsin, niyə xərcləmirik, qardaş? Xərcləmirik. Lazım gəlsin, müəllim tut, pulla da olsa, qoy Quran öyrətsin, amma öyrətsin. Qoy Qurandan da bir payı olsun, əzbəri olsun. Sabah yaşaşanda ay bala, gəl keç qabaqda namaz qıldır, yorulmuşam. Mən qıldıram bunu. Nə pisdir, qardaş? Öyrətmirik. Müəyyən zikirlər var, öyrətmək lazımdır. Müəyyən surələr var, öyrətmək lazımdır, qardaş. Lazım gəlsin, müəllim tut, pulu ilə də olsa, öyrət. Qoy gəlsin. 150 manat, 200 manat verə bilirsən dünya fənlərə. Nə ola bilər, 50 manat da İslamı üçün xərclədə. Nədir ki onun yanında? Yenə az deyib, belə baxanda. Da yeni məzur onu demək. 50 manat veriyor, amma geçsin nə söz gəlsin, qardaş. Ayda 50 manat pul xərclər, övladın üçün də xərclər, qardaş. Yəni, övlada qayğı göstərmək, təhsil yedizdirmək, çizdirmək, geydirmək deyil. Həqiqi qayğı göstərmək, həqiqi qayğı. Təlim, tərbiyə, təhsil və ibadəti öyrətməkdir. Ən böyük qayğı budur. Elə yedizdirsiniz, mən uşağa baxmışam, yaxşı baxmışam. Bildik, yedizdirmirsən, çizdirmirsən, geyindirmirsən, bildik, gəzdirmirsən, lakin tərbiyəsi yoxdur, yaxşı baxmamışsan. Demək, yaxşı baxmışsan. Dini imanı yoxdur. Qardaş, yaxşı baxmamışsan. Ey xanım, ey bacı, yaxşı baxmamışsan uşağa. Lazım olan verməmişsən. Tərbiyəsini verməmişsən. Pozdur tərbiyəsi, maraqlanmamışsan. Din iman yoxdur. Namaz qılmır. Uşaq artıq böyüyür, namaz qılmaq istəmir. Deməli, maraqlanmamışsan. Nə olsun? Öz aləmində yaxşı baxmışsan. Axı, mən neynədim? Gedizdirdim, içindirdim, geyindirdim. Bu niyə belə oldu? Deməli, yoxsan buraxmısan da. Bəli, ola bilərsən, səvələrdən tutarsan, lakin olmuyor. Bu başqa məsələ. Bir də var, sən iş eləməmişsən. Yoxsan sən tərəfdən. Deməsin də mən uşağa hər şey eləmişdim, bu niyə belə oldu? Hər şey eləməmişdim, vallahi eləməmişdim. Allahın dinini öyrətsəydim, bugün peşman olmayacaqdı. Uşaqlar var, kafir kim böyüdürlər? At satıb həddi buluğa, kafir kim böyüdür? Evdə valideynlər ibadət əhli uşaq pis gündə, ateist, nə bilim, 100 yola düşür. Çünki qayğı göstərməmişsən, dünyası üçün çalışırsan, axirət üçün qayğı göstərməmişsən. İndi peşmansın bir faydası yox, otur da gecə səhər kimi doyur ki, bəlkə Allah hidayət verdi. Belə valideynlər deməsin, mən hər şey eləmişəm yollarımızda. Eləməmsən, hər şey eləməmsən. Ən əsas olanı eləməmsən. Şəriət din öyrətməmsən, din öyrətməmsən, dini tərbiyə verməmsən, ədəb, əxlaq öyrətməmsən. Demə, hər şey eləmişəm. Yedizdirmək, içizdirmək, geyindirmək, gəzdirmək, hər şey deyil.
Bizdə belə başa düşürlər. Deyir, hər şey vermişəm, hər şey edirəm də övladımız üçün. Edirəm də deyir. Bu yoxsa eləmirsən. Axirət tərbiyəsi, təlim yoxdursa, qardaş heç eləməmsən övladıma, demə eləmişəm. Eləsəydin bu gündə olmaz. Valideyn namaza gedir, övlad bara gedir. Övlad nə hara gedir, qardaş? Dostlarla gəzməyə gedir, içməyə gedir, çinməyə gedir, hara gedir, qardaş? Deməli, yaxşı tərbiyə verməmsən. Yenə deyirəm, səvələrdən götürüb, övlada canlardan danışmırıq. İbrahim Əleyhisselam atasının hidayətinə səbəb ola bilmədi. Hər şey eləmişdi, olmadı. Allah Resulü nə qədər çalışdı? Əmisi Abu Talib ən sevimli insanlardan biri idi. Və Haşimlərdən öz nəslindən kafir olanlar oldu. O eləmişdi. Biz kimdən, iradımız kimədir, qardaş? Heç nə eləmir, bində ağlayır ki, övladlarım hər şey eləmiş, bu günə qaldı. Deməli, eləməmsən də, qardaş. Əgər biz deyənlər eləməmsənsə, yəni axirət tərbiyəsi, axirət təlim verməmsənsə, deməli, heç eləməmsən. Demə, hər şey eləmişdir, bu niyə belə oldu? Eləməm, eləsəydin belə olmaz. Allah övladlarımızı islah eləsin. Allah təala bizlərə bu şey yardım eləsin. Həqiqətən vallahi indiki vaxtda uşaq tərbiyəsi çox çətindir. Vallahi çətindir. Allaha and olsun çətindir qardaşlar. Yəni mən burada bütün müsəlman bazı qardaşlarıma deyirəm, vallahi, billahi, tallahi çox çətindir. Xüsusən bu vaxtda. Buna elə-belə baxmaq lazım deyil. Geyindir, keçindir, məktəbə göndərirsən. Qardaş orada bir şey öyrənib gəlir. Küçədə həyatda bir şey öyrənib gəlir. Evə də gəlir tamam başqa bir şey. Evdən çox çöldə bacadadır. Məktəbdə bir 5 saat vaxt gedir. Ata-ana biraz həyatda oynayım, get 2 saat həyatda oynadı qardaş. Bu evə gələndə artıq sən də yorulmuşsan, o da oynamaqdan, oxumaqdan yorulub. Bir şey qalmır qardaş. Ona görə çox, maksimum dərəcədə diqqətli olmaq lazım. Hərədən bir, indiki vaxt uşaqlar hərədən bir şey gəlir. Heç şey demirəm, qardaş telefon vermisənsə, küçəyə buraxmaq lazım deyil. Orada nə zirzibili var, hamısını götürəcək. Sosial şəbəkələr. Uşaqdır, 8-9 yaş var, TikTok'da hesabı var qardaş. Sən də bu nə öyrənəcək mənim qardaşım? Ha, bu nə öyrənəcək? Həli qardaş, nə öyrənəcək qardaş? Çölə buraxma, vallahi bu artıq pozulub. Fərqli şəkildə. Deməli, çöldə qoruyurlar pis uşaqlarda. Evdə qoruya bilmirsən, TikTok'u vermirsən əlində. Çöldən betərdir vallahi. Yenə çöldə futbol oynayacaq. Həm qızlar orada ortada qaldı oynayacaq, qız uşaqlar. TikTok ondan betərdir, YouTube, Facebook ondan betərdir. Qardaş, sən ən betərini eləmsən. Telefonu verirsən əlinə, başı buraxmışsan. İndi ata iş girməslərdən yorulub, qadın mətbəxtdə və yaxud da adamlar oturur seriala baxır, kinoya baxır, şousuna baxır. Uşaq da Allah bilir harda, nədə, hara girib, neydir, nə işinir. Bu uşaq bədbəxt olacaq da, bu uşaq böyle narkoman da olacaq, cinayətkar da olacaq, nə bilim, nə olacaq, yararsız bir uşaq olacaq. Valideyn də ki, ziyalıdır, uşaq da tərbiyəsiz. Məktəbdə uşaqlara dərs deyincə övladı evində dərs verir də. Elə valideynlər var, vallahi qardaş. Yenə deyirəm, amma sözüm hamıya aid deyil. Səvələrdən götürüb məyus olanlardan danışmırıq. Heç də eləmir uşaq bədbəxt gündür. Özü bəlkə müəllimdir, bəlkə həkimdir, bəlkə də psixoloqdur. Övlad özü pis gündədir, oğlunun psixoloqa ehtiyacı var. Cəmaata gəlib psixoloqa dərs keçsən, cəmaatı rahatlaşdırırsan. Həm ona nəsihət edir, buna nəsihət edir, ona dərs keçir, buna dərs keçir. Övlad içəridə evdə pis gündə deyilsin. Tərbiyəsini verir. Və ya qız uşağı Allah korusun. Ona görə ciddi yanaşmalı lazımdır övlad tərbiyəsinə qardaşlar, çox ciddi. Yazıqdılar. Həm özümüz yazıq olmayaq, həm onlar yazıq eləməyək. Vallahi düzgün eləməsək, böyüyəndə çox peşman olacaq. Böyüyəcək, baxacaq, Allah qorusun, bizə aid olmasın. Zeyd adında bir şəxsdir, qardaş. Yaşlaşır, 40-50-55 yaşı var, özü məhcəsə gedir, ibadətdə, ev içində övladı namaz qılmır. O necə olacaq? O valideyn nə istəyir, əli qardaş? Allah, vallahi Allah qorusun, qardaşlar. Adam dəhşətə gəlir, sən ibadət etsən, övladlar pis gündədir. Övladların tərbiyəsinə fikir vermək. Allah şahiddir qardaş. Həqiqət. Yazıldı. Cəmiyyət pozulub, nə gündədir. Gecə gündüz dua, bazarmasa yalnız dua elə. Dua, çoxu dua eləmək lazım. Başqa cür alınmır, başa düşdü qardaş. Cəmiyyəti görürsən, onu həmişə dövsəm olub qardaşlar. Övladların qayğısına diqqət etmək lazım. Gecə gündüz dua, ya Rabbi, mən bacarmıram, zəifəm, sən ədəbləndir. Allah'a sığınma, Allah bənə var. Bəzi özümüz bacarmır. Ona görə Abdullah ibn Mübarək olursa, yoxsa Fudayl ibn İyad radiyallahu anh, rahiməhullah, Allah ona rəhmət eləsin. Övladı biraz bivec, biraz nadin uşaq olur. Deyir, ya Rabbim, bacarmıram. Tərbiyəsindən bazarsan, onu ədəbləndirsən, onu tərbiyələndir. Allah duasını qəbul edir, uşaq tərbiyələndir. Tərbiyəli birisi olur, ədəbli ərkanlı. Deməli, özümüzdən görməyək, gecə gündüz dua eləmək. Bacarmırıq, siz olsa duanı eləyək, dua eləmək lazımdır. Səbəblərdən götürdə dua eləmək. Çoxlu dua eləmək lazım. Yazıqdır.
Allah balalarımızı ıslah etsin. Amin ya Rabbi.